Gəncədə qətl hadisəsi baş verib. Orta məktəb şagirdi 16 yaşlı Vaqif Rəfibəyli bıçaqlanaraq öldürülüb. Hadisənin motivi və kimin tərəfindən törədildiyi hələlik məlum deyil. Hazırda qətl törədənin tutulması istiqamətində axtarış tədbirləri keçirilir. Qeyd edək ki, öldürülən şəxs məktəbli 11-ci sinifdə oxuyurmuş. Bakıda yük avtomobili ilə avtobus toqquşub. Hadisə gecə saatlarında Ziya Bünyadov prospektində qeydə alınıb. Ağır tonnajlı yük maşınının Mercedes markalı avtobusu arxadan çırpılması nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi zərər dəyib. Qəza səbəbindən yolda sıxlıq yaranıb. Xəsarət alan olmayıb. Kürdəmirdə yol qəzası olub. Hadisə Bakı-Qazax magistralının Sığırlı kəndindən keçən hissəsində baş verib. Mitsubishi Pajero markalı minik maşını idarə etmədən çıxaraq beton dirəyə çırpılıb. Nəticədə 4 nəfər 46 yaşlı Maqsud Qaraşov, 15 yaşlı Yusif Maqsudoğlu Qaraşov, 35 yaşlı Aytac İlxan qızı Qaraşova və 79 yaşlı Məxmər Xalıqverdi qızı Qaraşova müxtəlif xəsarətlər alıblar. Onlar Kürdəmir rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. Hava nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhəddindən keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Qeyd edilib ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə gömrük yoxlaması tətbiq edilib. Yoxlama zamanı həmin şəxsin gödəkçəsində və əl çantasında gömrük nəzarətindən gizlədilən 37 ədəd pamp markalı ümumi təqribi çəkisi 365 qram qızıl külçə aşkar edilib. Tovuz sakini Bakıda xəstəxanada dünyasını dəyişib. Rayon sakini olan 10 yaşlı oğlanı təxminən bir ay əvvəl it dişləyib. Bir müddət keçəndən sonra məktəblinin halı pisləşib. Məktəbli əvvəlcə Tovuz rayon mərkəzi xəstəxanasına, daha sonra isə Bakıda yerləşən xəstəxanaların birinə aparılıb. Ona xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq məktəbli bugün müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, dünyasını dəyişən oğlanın 5-ci sinif şagirdi olduğu bildirilir. Ölüm hadisəsi ilə bağlı araşdırma aparılır.